Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün mənimlə ad günümü hazırlaşırıq. İstədiyim videonun üzərinə səs yazım. Bugün mənim tam-tamına 30 yaşım olur. Bu yaşda ilk öncə özümə sağlamlıq arzulayıram, daha sonra xoşbəxtlik və ən sonda uğur arzu edirəm. Çünki istəyirəm ki 30 yaş mənim üçün dönüm yaşı olsun və həqiqətən də uğurlara imza attığım il olsun. Çox qəribədir, bu yaş insanın bir pillə yaşlandığını hiss etdirir. Əslində ruhən yenə də cavansan, amma yaşı görəndə artıq nə qədər böyüdüyünü, uşaqlığının keçdiyini hiss edirsən və yeni pilləyə addım atmış olursan və 30 yaşımda heç bir yerə tələsmək istəmirəm və yaxud heç bir yerə gecikmək istəmirəm. Ona görə dolu-dolu və uğurlu bir həyat yaşamaq istəyirəm. Həyatımın hər anını sizinlə paylaşdığıma görə istədim bu anlarımı da sizinlə paylaşım. Ailəmlə çox gözəl vaxt keçirdik, birlikdə restorana getdik. Sizinlə də ətraflı hər şeyi bölüşəcəm. Bu arada videonu editləyən zaman baxdım ki, görüntüdə sanki biraz keyfiyyətsizlik var, amma məncə bunun səbəbi arxadan düşən günəşdir. Makyajım tam ürəyimcə oldu. Geyimim də həmçinin videoda bəhs etmişəm. Temudan çox ucuza və çox qəşəng keyfiyyətli bir paltar almışam. Əynimdə indi onu görəcəksiniz. Son halım belə oldu. Paltarım da belə. Bunu Temu'dan almışdım. Qızlar inanmarsınız 24 manata. Ayaqqabım da belə. Keçən dəfə aldığım ayaqqabıdır. Ümumi hazırım. Makyajımı isə belə elədim. Gözlərim, dodağım da belə. Və bu aksesuarları istifadə elədim. Məncə uyğundur. Bəs siz necə bəyəndiniz? Allah, biz yola çıxdıq. İnşallah ki... Anam, Baby. Oxuyacağım. Bir dənə sözümü deyim, sonra oxuyayım olar. Eliza bugün biraz nasaz kimidir. İnşallah ki yaxşı olar. Ona paltarda götürmüşəm dəyişinə. Bir də gedin tortumuzu götürək. Ay can baba. Buradan da gedək restorana. Restoran da Mərdəkandadır. Eluşana happy birthday olsun. Happy birthday to you. Bayağı oxuyurdun, nə oldu? Happy birthday Ana. Happy birthday Ana. Anaya da bak Eliza. Anaya bak. Eloş necədir? Tam budur. Şirinliydi. Ayakkabı taktı. Tam kazanma. Onun ağır var. Ağzı doludur. Kulak aşık tuz olan, üstü dolu kız olan. Ey desmanlı götür, ben götürsem söz olan. Kulak aşık tuz olan, üstü dolu kız olan. Ey desmanlı götür, ben götürsem söz olan. Bu kadar taşlı dağlar, çuğurlu taşlı dağlar. Korkuram gelmeyesen, gösterin yaşlı dağlar. Bu kadar taşlı dağlar, çuğurlu taşlı dağlar. Korkuram gelmeyesen, gösterin yaşlı dağlar. Her şey dağları salma gayet, silersen. Sizin olmayaydı, sağlık solmayaydı. Bir ayrılık bir ömür, hiçbir olmayaydı. Dağlar. Ben sizler için çok güzel bir
Happy birthday to you. Baba. Yemeğimiz yedi, indi də oturmuşuq, çayımızı içirik, tort kəsdik. Eliza'da bir adət var, elə bilir ki, happy birthday deyəndə ona tort verirlər. İndi ona görə hamıya gəlib happy birthday deyir ki, bir dənə ona tort versinlər. Buranın belə oyun yeri də var imiş. Mən bilmirdim. İndi Eliza'nın sayəsində gəldik. Maraqlıdır, yaxşıdır uşaqlar üçün əylənmə yerinin olmağı. Haycan. Haradasan? Yavaş. Gel. Ananın elinden tut. Ananın elinden tut. Gel. Otur. Aferin. Aferin sana. Hoşuma geldi. Mənə elə gəlir ki, bu hissə biraz uşaqların səsindən heç nə eşitmək olmur. Biraz böyük uşaqlar üçündür, çünki biraz təhlükəlidir. Nə deyək, atraksiyonlar deyək, nə deyək bunlara. Maraqlı bir hissə də var. Şəkil çəkdirə bilərsiniz. Gəl. Mənim YouTube dostlarıma, arkadaşlarıma deyin. Xalam qızı. Necədir, bəyəndiniz ad gününü? İndi mənə təbrik edin. Belə yüzdə adam olmamışdı. Tek ad günü yok. Bütün güzel günleri böyle güzel kessin. Sağlıklı ve mutlu günler. Səni mənə həmişə oxşadırlar. Instagramda şəkil paylaşanda həmişə oxşadırlar. Burada gəlinimizdir, burada da dayım qızıdır, burada da dayım oğludur. Allah təbrik eləsin. Allah təbrik etsin. Belə. Ad günümüzü sonlandırırıq. Çayımızı içirik. Sonra da yavaş-yavaş evə dağladıq. 30 yaşım belə keçdi. Həmişə gözəl, sağlıqlı, ailəmlə, yaxınlarımla xoşbəxt özümə həyat arzulayıram. Siz də inşallah həmişə yanımda olarsınız. Abunə olun, mənə dəstək olun, həmişə yanımda olun. Məndən bir gün sonra isə Kənanın ad günüdür. Kənanın ad gününü isə evdə keçirdik. Yenə ən yaxınlarımızla, doğmalarımızla birlikdə qəşəng bir süfrə açmışdıq, yemək yedik. Daha sonra da tort kəsdik. Gördüyünüz kimi həmişə kimi tortun qarşısında Eliza xanım durub tortu üfürür. Bugünkü vlogumuz qısa oldu, amma əlimdən gəldiyi qədər çəkməyə çalışmışdım. Mənim 30, Kənanın isə 35 yaşı olub. Videonun əvvəlində olduğu kimi özümə nə arzulamışamsa, eynisini də yoldaşıma, Kənana arzulayıram. Yaxşı ki var, yaxşı ki yanımızdadır. İnşallah bir ömür birlikdə olarıq, birlikdə yaşlanarıq. Sizə isə indi sağ ol deyirəm. Gələn videolarda, vloglarda görüşmək üzrə. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.